Çəkilişlərimiz şəhər istiqamətindədir. Şəhər istiqamətində başlayıb duje. 2 gündür biz başlamışıq çəkilişlərə. Bizim 10 gün çəkiliş müddətimiz var. Sonra təkrar iyun ayında da gəlib çəkəcəyik. Bu proyekt Yallı ilə bağlıdır. Yallı ilə bağlı çəkilmiş bir çox proyektlər var, təbii ki, hamı görüb. Amma bu biraz daha film təsvirindədir. Yallının tarixini, Yallı necə yaranıb, Yallı hardan yaranıb, bunları və günümüzə necə gəlib çatıb, bunu bədii şəkildə izləyicilərimizə ötürməyə çalışırıq. Çəkilişləri təxminən 6 ay davam edəcək film beynəlxalq auditoriyaya təqdim olunaraq Şərur yallısının mədəni əhəmiyyətini daha geniş şəkildə tanıtmağı hədəfləyir. Mən bu yallını görmüşəm və bunun böyük tarixi dəyər olduğunu düşünürəm. Bizim də hal-hazırda işlədiyimiz proyekt biraz beynəlxalq proyektdir. Mən bu filmlə istəyirəm ki, biz biraz beynəlxalq dünyaya çıxaq və göstərək ki, bizdə də belə tarixi oyunlar, estetik oyunlar, tarixi izlər olub. Və məhz bu Şərur Yallısı adı var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə ərsəyə gələn layihə Yallının tarixini, yaranma prosesini və bugünə qədər gəlib çatmasını bədii dillə təqdim edəcək. Qeyd edək ki, Yallı, Köçəri Tənzərə, Naxçıvanın ənənəvi qrup rəqsləri 2018-ci ildə UNESCO-nun təcili qorumaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Tərlan İbrahimova, Murad Əliyev, Namiq Abbasov, NTV Xəbər.